Hər birinizi salamlayıram. Bugün ədəbiyyat test vəsaitimizin ikinci nəşri, yəni 2025-2026-cı tədris ili üçün nəzərdə tutulmuş nəşri haqqında ümumi məlumat verəcəm. Öncəliklə diqqətinizə çatdırmaq istəyirəm ki, test vəsaitimiz Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Ümumi Təhsil Pilləsi ədəbiyyat fənni üzrə dövlət standartları və proqramları, yəni kurikulumları üzərində qurulmuşdur. İstər ümumi orta təhsil səviyyəsi, istərsə də tam orta təhsil səviyyəsində məzmun standartları əsas götürülmüşdür. Yəni, test vəsaitində gördüyünüz bütün suallar bu standartlara uyğunlaşdırılmışdır. Keçək biraz da içərisindən danışaq. Artıq bilirsiniz ki, bir neçə ildir bir sıra əsərlər tam versiyada öyrənilməsi tələb olunan əsərlərdəndir. Məsəl üçün elə açıldı qabağıma İskəndərnamə əsərini buna aid eləyə bilərik. Tam versiyada, hansı ki vəsaitdə həmin əsərlərin tam versiyası əhatə olunmuşdur. Sonra buna Leyli Məcnunu biz nümunə göstərə bilərik. Kifayət qədər imtahanlarda istifadə olunur və tam versiya istifadəçiləri çaşdıran deməli suallardan ibarət olur. Eləcə də biz buna digər o tam versiyada öyrənilməsi tələb olunan əsərlərə aid eləyə bilərik. Vəsait gördüyünüz üzrə abituriyentlər, müəllimlər və olimpiyadaçı şagirdlər üçün nəzərdə tutulub. Gəlin biz bunları ayrı-ayrılıqda qruplaşdıraq ki, görək həqiqətən dəmi hər birinə uyğundurmu? Misal elə başlayaq DİM proqramından. Bilirsiniz, bu il DİM proqramı ədəbiyyat proqramında bir sıra dəyişikliklər olmuşdur və abituriyentlər üçün biz vəsaitdə həmin dəyişiklikləri nəzərə almışıq. Söhbət çıxarılan əsərlərdən gedir. Bu abituriyentlər üçün nəzərə alınıbdır. İndi digər istifadəçilərdə onu necə tənzimləmişik, ondan da danışacağım. Misal, gəlin DİM səviyyəli bir sıra suallara baxaq, suallara nəzər yetirək. Açıq tipli sualların istifadə olunması ilə birbaşa Dövlət İmtahan Mərkəzinin modelinə, yəni blok modelinə uyğunlaşdırılması deməkdir. Çünki bizdə açıq tipli suallardan abituriyentlər üçün lazımdır. Başqa DİM modelinə uyğun burada yüzlərlə sual göstərmək olar. Eləcə də misal hal-hazırda tədrisdə olmayan məsələn ədəbiyyat əsəri və yaxud da ki, ədəbiyyat sinfi ola bilər. Məsələn, 6-cı sinifdən elə əsərlər var, 7-dən Vətəndaş, Odlu Qılınc kimi əsərlər var. Bunlar amma DİM-in proqramında var və blok imtahanda istifadə olunur. Hansı ki, biz bunları abituriyentlər üçün əlçatan eləmişik. Yəni, vəsaitimizdə də əks etdirmişik bu sualları. MİQ-dən danışaq biraz da müəllimlərin işə qəbulundan. Bilirsiniz ki, Elm və Təhsil Nazirliyi tərəfindən yeni 6-cı sinif ədəbiyyat vəsaiti istifadəyə buraxılmışdır və hal-hazırda yeni ədəbiyyat 6-cı sinif ədəbiyyat dərs vəsaiti istifadə olunur və müəllimlərin işə qəbulu imtahanında da təsadüfi deyil ki, məhz bu 6-cı sinifdən istifadə olunacaqdır və həmin 6-cı sinifin sualları bizim 44-cü bölmədə əksini tapmışdır. Mən burada çox sualları göstərmək istəmirəm ki, konfidensiallıq tam pozulmasın. 44 sualdan ibarətdir. Yəni, burada parça-parça göstərmək istəyirəm. Və onu nəzərinizə çatdırmaq istəyirəm ki, bu 6-cı sinif ədəbiyyat dərsliyinin əsərlərin əlavə olunduğu MİQ çərçivəsi nədir? Hal-hazırda sadəcə bizim vəsaitdə əhatə olunmuşdur. Yəni, mövcud olan ədəbiyyat test vəsaitləri içərisində yeganə vəsaitdir ki,
MIQ çərçivə sənədini tamamilə əhatə edir. Yəni həmin əsərlərin əks olunduğu yeganə ədəbiyyat vəsaitidir. Buna görə MIQ müdavimləri könül rahatlığı ilə bu vəsaiti alıb işləyə bilərlər. Təkcə o əsərlər deyil, eləcə də digər əsərlər də MIQ müdavimləri üçün kifayət qədər yararlıdır. Məsələn, biz gəlin Xurşud Banu Natəvandan nümunələr göstərək. Eləcə də digər əsərlər. Olimpiada proqramına çox vaxt itirmədən vaxt itirmədən ona da nəzər yetirək. Respublika Fen Olimpiadalarına hazırlaşan şagirdlər üçün bilirsiniz ki, biraz sual tipləri fərqli olur. Elə məhz buna görə də ədəbiyyat test vəsaitimizdə həmin Olimpiada sual tiplərinə uyğunlaşdırılmış suallardan istifadə olunmuşdur. Məsələn, bu tipdə sual nümunələrini göstərmək olar və ya burada xeyli kifayət qədər uzun bir sual nümunəsini göstərmək olar. Uzun, eləcə də çətinlik səviyyəsi nisbətən yüksək. Daha sonra bu tipdə bir sual göstərmək olar ki, olimpiada səviyyəsinə uyğundur. Etaplı suallar deyirik biz buna. Yəni sualın cavabını tapmaq üçün bir neçə etapdan keçilir sualın daxilində. Bax, belə bir yaradıcılıq suallarını buna aid eləyə bilərik. Daha sonra bu tipdə bir sual göstərə bilərik. Daha sonra, yəni biz burada barmaqla sayılacaq qədər suallar yoxdur. Görün, məsəl üçün müqayisə tipli, sırf olimpiyadada istifadə oluna biləcək suallardır bunların hər biri. Barmaqla sayılacaq qədər suallar deyil bunlar. Yəni vəsaitdə biz bunu göstərməyə çalışsaq, biz gərək kifayət qədər vaxt burada qalaq ki, istər DİM, istər MIQ, istər sertifikatlaşdırma, istər olimpiyada üçün uyğun test vəsaitlərini göstərək. Və sonda tapşırıqların doğru cavabları əksini tapmışdır. Burada düzgün cavablar bölmələr üzrə istər açıq, istər qapalı suallar. Mən çox bunları göstərmək istəmirəm. Bir yenilik də nədir? Bugün də icaddır. Bir yeniliyimiz də bölmələr üzrə video izahlar yerləşdirilib. Siz bu QR kodu oxudaraq bölmələr üzrə video izahlara keçid edə bilərsiniz. Hansı ki, bu da istər məsəl üçün ola bilər ki, şagird və müdavim repetitorla, hansısa bir mentorla hazırlaşmır. İzah edən biri lazımdır onun üçün, faydalı ola bilər. Və ya heç mentor və ya repetitorla hazırlaşırsınız və yaxud da ki, sizə bir yol göstərən var, müəlliminiz var. Yenə də ola bilsin ki, hər hansı bir sual sizə səhviniz aydın olmadı. Və ya bütünlüklə sual yox, o sualdakı bir məqam sizə aydın olmadı. Bax, həmin məqamı aydınlaşdırmaq üçün siz məhz bu QR kodu oxudaraq keçdiyiniz video izahda hər suala fərdi olaraq, yəni sualın izahı ilə tanış ola bilərsiniz və səhvinizin, o aydın olmayan məqamın açıqlaması ilə ki, burada nəyə görə bu cavab doğrudur, burada nəyə görə bu deməli düzgün, bu uyğunluq götürülmüşdür. Ona görə də bu sizin üçün kifayət qədər məncə yararlıdır. Gördüyünüz üzrə vəsaitdə xeyli qrafiklərdən, sxemlərdən, cədvəllərdən, diaqramlardan, klasterlərdən və bu kurikulum çərçivəsində olan onlarla bu sxemlərdən istifadə olunmuşdur. Bunlara biz bloklar, yəni model bloklar deyirik. Kitabı hal-hazırda Kitab Evim Az saytından onlayn sifariş verə bilərsiniz. Və ya elə Kitab Evim kitab mağazasına yaxınlaşaraq əldə eləyə bilərsiniz.
Poçtla göndərmə də mümkündür. İlk bir həftə ərzində poçt ödənişsiz olacaq. Yəni siz sadəcə kitabın öz qiymətini ödəyəcəksiniz. Buna görə mən də açıqlama bölməsinə qeyd eləyəcəm. Poçt əldə etmək üçün nə etmək lazımdır, hansı nömrəyə yazmaq lazımdır. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Əldə eləyən hər bir kəsə də əlavə olaraq təşəkkür eləyirəm. Ümid edirəm ki, hər birinizə faydalı bir vəsait olacaq.